izləyicilər, bugünkü videoma xoş gəlmişsiniz. Bugünkü videomda sizlərə HTML haqqında məlumat verəcəyim. Videomuza keçməmişdən əvvəl kanalıma like atıb abunə olmağı unutmayın. Keçək videomuza. İlk öncə biz Visual Studio'yu yükləyirik. Sonra bura bir qovluq göndəririk. Məsələn, bu qovluqdur. Bunun içində mənim kodlarım var. Bu kodda adına fərqi yoxdur. Nə yazırsınız? Yazın bu nöqtədən bura. Nə yazırsınız? Yazın. Bu onun adıdır. Amma faylın uzantısı HTML HTML olmalıdır. Olmasa biz HTML kodlarımızı tanımayacaq və error verəcək. Bura HTML-i 5 də yaza bilərsiniz. Nida işarəsi qoyub başlaya da bilərsiniz. Aha. Burada gördüyünüz kimi bizi belə bir kod qarşıladı. Bu kod nədir? Bizim ən əsas kodlarımız nə yazırıqsa HTML-in içində yazılır. Bu dostype bizim HTML faylında olduğunu bildirir. Bu bizim dilimizdir. Lang da bilirik ki, language-in qısasıdır. N də bilirik ki, ingilis dilinin qısasıdır. Bu da HTML-in dilidir. Bu meta-utils UTF-8 nə üçün lazımdır? Bu ən vacib, lazım olanlarından biridir. Biz web saytımızda, yəni biz VS Code'da HTML istifadə ediriksə, əgər bu olmasaydı, biz Azərbaycan dilində və yaxud Çin dilində fərqi yoxdur. İngilis dilindən başqa hər hansı bir dil işlətsəydik, məsələn, Ö, U yox. Məsələn, sonra var belə hərflər. Bu bizim web saytımızda görsənməyəcəkdir. Bu nə üçün bizə lazımdır? Meta name. Bu bizim məsələn, mən bunu web saytımı, məsələn, bir kod yazıram burada. Məsələn, P açım, içinə yazım. Code Master. Görürsünüz ki, bu mənim kompüterimdə bu qədər ekran tutur. Tam ekranı tuta bilər. Deyil, Google'da açmıram. Mən live server kimi istifadə edirəm. Bu da bunun üçün lazımdır. Məsələn, telefonda işlədirsinizsə, telefon eninə bərabər, hündürlüyünə bərabər olacaq. Kompüter işlədirsinizsə, onun ekranı nə qədərdirsə, ona bərabər olacaq. Planşet işlədirsinizsə, onun ekranı nə qədər böyükdürsə, bizim yazdığımız kodda ona bərabər olacaq ekranın ölçüsü. Bu da meta taqları idi. Title taqı nə üçün istifadə olunur? Title taqı web saytımıza başlıq vermək üçün istifadə olunur. Məsələn, bura özündə standart olaraq, default olaraq dokument yazılıb. Burada dokument gördüyünüz kimi bizim web saytımızın başlığıdır, adıdır. Məsələn, mən bunu dəyişib nə yazım bura? Code Master yazıram. Ya da Code yazaq qalsın. Code yazdım bura. Burada gördüyünüz kimi web saytımın adı dəyişdi. Üzərinə də gələndə burada burada gördüyünüz kimi Code yazılıb. Burada görürsünüz buranı. İndi keçək həyatımıza. Həyatımız nədir? Həyatımızın içində yazırıq, amma ekranda görsənmir. Məsələn, bunun içində meta tagləri yazılıb. Bu ekranda görsənir? Xeyr. Bura web saytımızın settingini yazırıq, ayarlarını yazırıq. Ekranda görsənməyən. Bu web saytımızın beynidir. Bu da body, bədən. Bu web saytımızda ekranda görsənəcək kodlarımızın hamısını body'nin içində yazırıq. Nümunə olaraq P tag açıram. P-dəki tagi paragraf deməkdir. Bura bir P tag açıram. Bu P tagi adından da bəlli olduğu kimi paragraf sözünün qısasıdır. Burada məsələn sadə yazı yazmaq üçün yazılır. Nə bunun ölçüsü böyük olur, nə kiçik olur, nə qalın olur, nə italik olur və s. Bunların heç biri olmur. Sadəcə sadə yazı yazılır. Məsələn, yazıram bura sadə yazı. Gördüyünüz kimi mən burada Azərbaycan
hərf istifadə eləmədim. Daha çox ingilis dilində yazılır. Sonra H1 taqı var. Bu H1-dən H6-ya qədərdir. Yazıram bura salam. Mən bunu yazım. Sizə indi izahını verərəm. Deməli, burada gördüyünüz kimi H1-dən H6-ya qədər davam edir. Bu bizim yazdığımız yazı H1'dir. Bu H2, bu H3, bu H4, H5, H5, bu da H6. Burada bu yazı həm qalın yazır, bütün gördüyünüz yazıları, həm də H1 böyük yazır, H2 ondan biraz kiçik yazır, H3 biraz ondan da kiçik yazır, H4 ondan da kiçik yazır, H5 ondan da kiçik yazır, H6 ondan da kiçik yazır, amma qalın yazır. Bunu da bildik. Məsələn, mən bunun altında BR-də ata bilərəm. BR boşluq yaradır, gör. İstədiyin qədər BR ata bilərsən. Mən bunun altından qarışmasın deyə HR ata bilərəm. Bu HR altından xətt çəkir. Gördüyünüz kimi. Məsələn, bunun altına da atım. HR. 2 dənə xətt çəkir və s. HR. Nə qədər istəsən çəkə bilərik. Bunu da çəkdik. Deməli, bunu da bildik. İndi isə yazı tiplərinə baxaq. Yazı tipləri. Yazı tipləri deyəndə ağlımıza nə gəlir? Qalın yazı, italik yazı, markerli yazı. Məsələn, arxa fon. Sonra çoxdur da, bilirik. Bold taqı. Adından bəlli olduğu kimi bu boldu işarə edir. Məsələn, yazıram qalın yazı. Gördüyünüz kimi yazı ölçüsü kiçik, nə böyük, nə də kiçik oldu. Sadə yazı oldu, amma qalın yazı oldu. Ölçüsü sadə olduğu kimi, default olduğu kimi qaldı, amma yazı tipi qalın oldu. Sonra var strong. Bunun da bolddan bir fərqi yoxdur. Bu da qalın yazıdır, gücləndirilmiş yazı. Bu vacib olan yerlərdə yazırıq, amma bolddan bir fərq görmürəm bunda. Sonra italik yazı. İtalik yazı. Mən bunun altından bir dənə BR qoyum. Bunda da bir dənə BR qoyum, qarışmasın. Bu da italik yazı. Bilirik ki, Word işlədənlər bilər. İtalik yazı nədir? İtalik yazı əyri yazıdır. Əyri yazı. Bunu qoy, italik yazmayaq, əyri yazı. Əyri yazı. Sonra mark dediyi var. Mark yazı. Yazıram, sıxılam. Gördüyünüz kimi, məsələn, biz kitab işlədəndə, oxuyanda bizə vacib bir yer lazım oldu. O biz markerlə, sarı markerlə üstünə belə bir xətt çəkirik. O sarı olur, vacib, yəni qeyd kimi qalır orada. Burada da o HTML-də də var. Gördüyünüz kimi burada arxa fonu sarı elədim. Baxım qeydlərimə başqa nə var? Hyperlink. Qoy sizə hyperlinki də deyim. Bununla da videomuz bitsin, dərsimiz bitsin. Hyperlink nədir? Məsələn, link qoymaq üçün ATG-dən istifadə olunur. Biz veb saytda naviqasiya tağında görürük ki, bu düyməyə basanda aşağı gəlib hər hansı bir hissəyə girir. Bunu gələcək dərslərimizdə seksiyonu ilə düzəldəcəyik. Amma o misal göstərmək üçün dedim. Məsələn, mən girirəm öz Google-uma. Buraya yazıram YouTube. Buradan girirəm kanalıma. Kanalımdan da bu linki götürürəm. Linki götürdüm, yapışdırdım A-nın içinə. Və buraya yazıram YouTube linkim yazdım. Gördüyünüz kimi bunun altından həm xətt çəkildi, həm də mavi rəngdə oldu. Biz də məsələn Google-da axtarış edəndə nə oldu buna? Məsələn yazıram bura B2 Spirit. Gördüyünüz kimi bu mavi rəngdə olur. Üzərinə gələndə
üzərinə gələndə altından xətt çəkilir. Bu da təyyarədir, B2 təyyarəsi, Split. Bunun da üzərinə gələndə altından xətt çəkilir. Bunu GSS dərsləri keçəndə deyəcəyik. Bu hover olanda altından xətt çəkilir. Bu GSS dərslərimizdə keçəcəyik. Düyməyə vuranda gəldim bura. Bunun haqqında oxudum, çıxıram. Gördünüz bu necə deyim sizə, pəmbə rəngdə oldu. Yəni girilmiş link oldu. Bundan çıxıram. Buna basanda birbaşa mənim YouTube hesabım gəlir. YouTube videolarım falan, YouTube özü. Qaydanda belə olur. İstəyirəm ki, bu burada yox, həmin səhifədə yox, bu qıraqda yeni bir səhifə açıb orada gəlsin. Bunu etmək üçün bura target yazırıq. Burada blank gələcək, parent gələcək, shape gələcək, top gələcək. Burada blankı seçirəm. Düyməyə basanda gördüyünüz kimi web saytım yox, linkim yeni bir səhifədə açıldı. Bu da belə. Başqa bir şey qalmadı. Baxaq. Yəni videomuz bura qədər. Kanalıma like atıb abunə olmağı unutmayın.